Değerli dostlar, bugün çiyələyin bütün növlərindən istifadə edirik. Baxırıq ki, necədir. Bu da misir sortudur. Gedirik bir başqa sahəyə. Orada da böyük çiyələklər var. Ondan yığım edəcəyik. Değerli dostlar, yığdığımız çiyələkdən yoğurt hazırlayırıq. Dostlar, bu astaradan yığdığımız çay yarpaqlarıdır. Bunu kölgədə 50% qurudandan sonra bu formada oluruq ki, çay halını alsın. Yəni bükülür. Çay forması belə alınır. Bir kilogram doğranmış çiyələmə, yarım stəkan şəkər əlavə elədim və qoyuruq ocağın üzərinə. İki 3 dəqiqə qaynatdıqdan sonra kənara götürürük. Tam soyduruq. Bir litre südə 30%lik 500 qram qaymaq əlavə edirik. Süd fermadan gətirdik. Öz sağdığımız süddür. Amma ki, qaymaq, ev qaymağı tapa bilmədik. Yaxşı da həll edirik. Ocağa qoyuruq, qarışdırırıq dayanmadan. 80 dərəcə temperatura qalxanda ocaqdan götürürük. 80 dərəcə oldu. Dostlar, biz öz yanımızdan, mən yəni öz yanımızdan bunu sortları ayırdım. Bu gördüyünüz kimi lap iri yarpaqdır.
Bu bundan biraz xırda yarpaq. Bunlar belə. Ən axırıncı laf narın olan sortudur. Bunu da paket çaylara doldururlar. O vaxtı ekstra, əla növ, vış sort, belə çaylar olurdu bizim vaxtımızda, Sovetin vaxtında. İndi mən bunu öz yanımdan belə sortları 6 cür sorta ayırdım. Qoyuruq soyumağa. 40 dərəcəyə endikdən sonra inşallah ardıcılığı göstərəcəm. Temperatur 40 dərəcəni göstərdikdə artıq mayanı tökmək lazımdır və yaxud da termometr yoxdursa bu barmağınızı salırsınız, az yandıracaq formada olduqda mayanı qatırıq. Mayamız da şirinsiz, meyvəsiz yoğurtdur. Yoğurt əlavə edirəm. Yaxşıca həll edirik. Və başlayırıq qablara yığmağa. Meyvədən əlavə edirik istədiyiniz boyda. İstənilən meyvələrdən eləmək olar. Uşaqlar çiyələyi daha çox sevdiyi üçün şaftalını çiyələyi daha çox sevir. İnşallah gələn videolarımızda da şaftaldan edərik. Meyvələri də istədiyiniz formada doğraya bilərsiniz. İri, xırda, əzilmiş. Üzerini belə salfetka ilə örtürük və 4-5 saat üzerini açmırıq. Dəyərli dostlar, 6 saat üstü örtülü vəziyyətdə qaldıqdan sonra bir saat da soyuducuda saxladım. Baxın. Artıq bərkiyib. Göstərim sizə. Baxın, artıq yoğurt olub. Bu sayda olandı. Hangi yoğurt oluyor bu? Dəyərli dostlar, çiyələkdən başqa nə hazırlamağımızı istəyirsinizsə, çox xahiş edirəm, rəy bölməsində bildirəsiniz. Əziyyətimizi çox xahiş edirəm, dəyərləndirəsiniz. Kanalımıza abunə olub, like etməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə hələlik.